Hoş gelmişsiniz siz bize, evimin konakları. Açıktır süfrem size, evimin konakları. Her zaman gelin bize, deyek güler yüzüze. Koy baksına mı bize, evimin konakları, evimin konakları. Bugün de birbirinden güzel musikiler, birbirinden güzel benim qonaqlarım sizleri salamlayacaklar. Özlerinin güzel. Hara baksan Seyde. Hardan bileydim ki bəxtimin üzü. Ay. Ay. Yapma böyle ya. Ne yapacağım? Hay. Çox sağ ol Elçin. Təşəkkür edirəm. Aslanın gözü qalacaq. Bu dəqiqə flakon əlimdə partlayacaq. Əla Sərxan, sən yəni sənin proqramına gələndə fikirləşməyib ki, nəsə ola bilər. Özünü benden ne göre çekirsen, bilirim sevirsen ama genelirsen. Sen benim gözümde tutmayan setsen. Так что мальчик от меня подальше. Sənin yiyəsi deyiləm ki mən burada. Gözün aydın olsun Elçin. Əlinizdə ocuğuzda qalsın. Evinizdə işıq yansa notebook'a zaryadkaya qoyub, yəni girərsən Facebook'a. Qızı bəyəkləri oynayanda tutdum belindən. Cavanlıq ömürlük qalıydı məndə. Nə dövlətim, nə də varım olaydı. Maşallah. Mahnı neçə gün idi? Dərdimi özündən başqa kim bilər. Darıxdım sənin kün, darıxdım yaman. İnanan təbii ki, qaradaşa dönsün ki, sən kimdən ötürü darıxasam. Sən özün kimi balaca sənə bir dilim kəsib verəcəm. Yenə musiqiçilərimiz baxacaq.
Kütüldayım, orada seni görmüşəm. Bahar çiçəklərində başına tac örmüşəm. Qızların birincisi, qəlbimin saf incisi, hoş xəyal nəyi sevdadır yar. Kızların birincisi, kalbimin saf incisi, hoş hayal ey sevdalı yar. Bir varım, ey yarım, baharım sen benimsen. Gülüm ayım, gülşenim sen. Denizde kalayım, ak yelkenim sen. Denizde kalayım, ak yelkenim sen. Denizde kalayım, ey ak yelkenim sen. Ya denizde kalayım, ak yelkenim sen. Teşekkürler Mir Kamil ve güzel musikçilerimiz. Akşamınız xeyir olsun əziz və hörmətli Lider Televiziyasının tamaşaçıları. Hər birinizi xoş gördük. Yine eyni zamanda Lider Televiziyasının ekranlarından bütün dünyada yaşayan Azərbaycanlarımızı salamlayıram. Hər vaxtınız xeyir olsun derim. Akşamınız xeyir olsun daha doğrusu. Ve bugün de birbirinden güzel musikiler, birbirinden güzel benim qonaqlarım sizleri salamlayacaklar. Özlerinin güzel. Hara baxsan Səyid güzgü yoktu da mənim açkimdir. Gözlüyümdür. Birbirinden güzel insanlar özlerinin ürək sözlerini sizlere ərmağan edecekler. Ben inanıram ki bugün de çok maraqlı bir veriliş olacak. Mekanımız değişib. Mekanımız niye değişib? Onu birazdan bileceksiniz niye değişib. Yani evimin qonaqları tabii ki evimin qonaqları evimde çekilen bir programda. Ancak təmir işleri getdiyindən görə biz evden bir iki həftəlik de olsa biraz başka mekana geldi. Daima zəng elədim, dedim dayı qurban sənə bəs belə dedi. Təmirin də mənim boynuma. Sonra mekan da bağ evində belə gözəl bir yerde Yaşar dayım sağ olsun bu güzel şəraiti mənim üçün düzdü, qoşdu və sağalım sənin başına. Dayın yoxdur sənin. Yox, şükür Allaha var. Xoş səfalar gətirmisən. Bugünkü günün qonaqlarını mən sizlər üçün təqdim eləməyə, təqdimata gərək yoxdur məncə. Amma yenə təqdim eləyirəm. Tək bir xanım bugün Səidə Sultan. Səidə Sultan bu günləri mənim evimin qonağıdır. Elçin Hüseynov. Elçin Hüseynov da uzun illər dostluq münasibətində olduğum bir dostumdur, qardaşımdır. Və o biri Hüseynov, Aslan Hüseynov. Aslan Hüseynovla da ki 85-ci ildən... 95 diyeyim, yaşımız üzə çıxdı. 85-ci ildən. Əslində 75-dən. Əslində 75-dəndir, bəli, çox zor yəni bu yaşa görə. Və Mir Kamildəki təqdimata heç bir ehtiyacı yoxdur. Xoş gəlib səfalar gətirmisiniz. Çox sağ olun. Və elə mikrofon səndədir. Yox, yəni birinci yəni səndə olduğu üçün yəni deyirəm. Xoş gəlib səfalar gətirmisən. Aslan necədir vəziyyət? Əla Sərxan, sən yəni sənin proqramına gələndə fikirləşməyib ki, nəsə ola bilər, nəsə mövzunu heç sual vermirəm ki, nə mövzu ola bilər. Bilirəm ki, sən mənim yaxın dostumsan və hər halda maraqlı olacaq, yəni hər şey əla olmalıdır. Ona görə də gözəl bir əhval-ruhiyyəyə gəlmişəm sənin proqramına. Sözün düzü, biz bu verilişi hazırlayanda heç bir Mir Kamil bilir. Siz birinci dəfədir də qonaqsız, yəni davamlı olsun deyə düşünürəm. Yəni heç bir mövzu yoxdur. Səmimiyyət. Mənim istədiyim nədir? Səmimiyyət. Və buradakı oturan insanların da, Elçinin də, Səidənin, Səidə heç də, Səidə qırğındır. Sənin də, yəni səmimiyyətinizə inanıram. Yəni burada tamaşaçıya bilirsiniz nə lazımdır? Tamaşaçıya sözün əsl mənasında o şahanşahlı, nə bilim, nə o qab, qacıq, nə bilim, yəni evin şəraiti, bunlar lazım deyil bu insanlara. İnsanlara səmimiyyət lazımdır. İstər seriallarda olsun, istər filmdə olsun, istər verilişlərdə olsun. Səmimiyyət nə qədər olarsa, bir o qədər də mən inanıram ki, veriliş gözəl alınar. Səidə, buyur. Mən salam. Əleykə salam. Xoş gəl, səfalar gətirmişsən. Sağ Mən olasın. elə gəlir, insanlar nə qədər səmimi olsa daha yaxşı olur. Yəni bir də görürsünüz ki, çox süynülük olur. Adam ürəyi sıxılır onların yerinə. İstəyirsən deyəsən ki, ayı, nə qədər süynülük eləyirsən. Səmimi olanda daha rahat olur. Yox, bir də belə bir şey var da, danışırlar, belə çox səmimi olurlar. Kameranın, ekranın qarşısından keçəndə
belə Hə, dururlar. onda tam başqa Aydan aydan. Hə, tam başqa adam olurlar. Onda da insan mənə elə gəlir ki, iki tərəf rol oynadığını mən elə fikirləşirəm elə insanları görəndə. Hə, elə hiss eləyirəm ki, iki sifətli bir insandır. Elçin, sən də görək nə deyirsən? Mən də hər kəsi salamlayıram və bizi izləyən tamaşaçılarımızı salamlayıram. Sizin verilişə ilk öncə uğurlar arzulayıram. Bir də onu deyim ki, bu verilişin yaranan vaxtı məsləhət eləyəndə elə bir yerdə olmuşuq. Yadınızdadırsa. Bəli, elə siz də oradaydınız Sərxan. Hə, mən unutmuşam. Və Hə, sənin çay evində, hə? Bəli, bəli, Hə, bəli. hə, düzdür. mən həqiqətən də sevinirəm ona görə ki, sən də əvvəldə sən qeyd elədiyin kimi mənim dostumsan, yaxınıq və Mirkamil də ki, mən həmişə demişəm ki, mənim qardaşımdır, balaca qardaşımdır. Uğurlar arzu eləyirəm sizə ilk öncə. Sonra da ki, qaldı səmimiliyə, mən hər zaman səmimiliyi sevmişəm və sadəliyi sevmişəm. O ataların məsəli var, çox populyardır. O ağac bar verəndə məsələsi də. Və ona da həmişə riayət eləmişəm. Hardan bileydim ki bəxtimin üzü səni görəcək bir gün qəfil güləcək. İlk gördüyüm anda vuruldum düzü. İndi bunu bütün alem bilecek. İki yürek kavuştu, bir mehabbet alıştı. Bu nece sevgidir diye melekler danıştı. Asimanda bu sevgini soruştu. İki yürek kavuştu, bir mehabbet alıştı. Bu nece sevgidir diye melekler danıştı. Asimanda bu sevgini soruştu. Aktardığım sevgi geldi ömrüme. Ele bildim kalbim uçup gidecek. Min güzelden seçtim yattım gönlüme. Tekse seni seveceğim. Söyleyirəm gözlerine baka baka. İki yürek kavuştu, bir mehabbet alıştı. Bu nece sevgidir diye melekler danıştı. Asimanda bu sevgini soruştu. İki yürek kavuştu, bir mehabbet alıştı. Bu nece sevgidir diye melekler danıştı. Asimanda bu sevgini soruştu. İki yürek kavuştu, bir mehabbet alıştı. Bu nece sevgidir diye melekler danıştı. Asimanda bu sevgini soruştu. İki yürek kavuştu, bir mehabbet alıştı. Bu nece sevgidir diye melekler danıştı. Asimanda bu sevgini soruştu. Ay, Ya
Ne yapacağım? Çok sağ ol sen. Yox, bilirsiniz. İndi mahnıya keçəcəm, bilirsən nə deyir, rəqs eləyə-eləyə, tamaşaçılar gördə, yəni Səidə nəsə deyir mənim qulağıma, Elçin gözəl ifası təbii ki və Səidə mənim qulağıma deyir ki, bu dəqiqə hal-hazırda efirdə görənlərdən bəlkə 1000 adamın ürəyindən keçir. Yox. Sən qucaqladın? Hə. Ora gedir yox. Mikrofona danış. TV də. Sən qucaqladın. Deyirəm, indi 1000 dənə adam baxınca rahat qucaqlayırsan da belə. Hə, deyir 1000 adam, bir dəqiqə 1000 adam deyir ki, Sərxanın yerinə olaydım. Deyirəm, hə, canım mənim, elə eynisini də. Pis deyil, məndə də elədi. Məndə də elədi. Bu dəqiqə O marağı orada. elə o marağı oradadır. 1000 adama deyir, Səidənin yerinə olaydım, yəni, söhbət odur. Evimin qonaqları, evimin qonaqları. İndi mən sizə birazdan çay verəcəm. Çünki başqa... Aslan dünən mənə telefon açır, deyir ki, mən bir dənə gözəl bir tort alıb gətirmək istəyirəm. Deyirəm ki, Aslan, o qədər savab iş görərsən. Çox sağ ol. Aslan gözəl bir tort gətirib. Səidə sifariş verib tortu, sonra gələcək Səidənin. Niyə əli boş gəlmirsən Səidə? Deyil, özüm konfet kimiyəm də, nə olar? Sənin yiyəsi deyiləm ki, mən burada. Nə olar canım bənim, mən elə özüm... Yaxşı, mən yedim, qonaqlara nətər ikram edeyim səni? Tort var da, tort var, ləbləbi var, kişmiş var, konfet var. Elçin məni utandırıb. Ümumiyyətlə, hədiyyə... Elçin, baxmamışam. Həqiqi mənada tamaşaçılar inanır da səmimiyyətimə. Nə gözəl bir markadan. Hə, çox gözəl markadan. Bu heç sənlik deyil, Mir Kamil. Heç sənlik deyil. Bu nə kököyüdü, buradan da çıxmır. Hə, uxay. Çox sağ ol Elçin, təşəkkür edirəm. Aslanın gözü qalacaq, bir dəqiqə flakon əlimdə partlayacaq. Bunu Elçin mahnısına qulaq asarsa səhər vurarsın. Hər Elçin çox sağ ol, təşəkkür edirəm. Və bu arada Elçini təbrik edirəm. Elçinin bilməyənlər bilsin. Bu çox yaxın bir zamanlarda oğul atası olub. Gözün aydın olsun Elçin. Sənin kimi səmimi olsun inşallah böyüyəndə. Sənin kimi böyük kiçik yeri bilən olsun inşallah. Əlinizdə ocuğuzda qalsın. Gün o gün olsun ki Səidə də bir 10-15 dənə oğul Öz anası. sağ əlim bütün subayların başına olsun, arzusunda olanlara qismət olsun, bəli. İki qızım vardı, Sərxan. Deməli, indi də üçüncü oğlan oldu. Bunu da atamın adını qoydum, Pənah. Allah adınla böyüsün. Adınla böyüsün. Və Səidə mən çay verəcəm. Növbəti musiqi nəğmə səndən gəlsin. Sonra isə söhbətlərimiz olacaq. Söhbətlərimiz təbii ki olacaq və bu arada ilk dəfə olaraq deyirəm, çox az və qısa bir zamanda bir 10 gün 15 gün bundan öncə İstanbulda olanda oğlum Kərəm evimin qonaqlarının Facebook səhifəsini açdı və açılan gündən də bir neçə yüz adam artıq ora öz istəklərini yazdılar və çox sevinirəm ki, həqiqi mənada heç kim bugünə qədər orada, yəni bilirsiniz, yəni olur, artıq əksik yazanlar olur, məsəl üçün, hə, belə şeylər, amma normal bir şeydir. Amma çox sağ olun ki, yəni heç kim hələ bugünə qədər heç bir orada əksik bir şey, yəni verilişdə görməyiblər. Hər kəs təbrik edir, hər kəsin xoşuna getdiyini söylədiklərini, yəni yazırlar, öz fikirlərini yazırlar. Sənin də haqqına yazırlar arada bir. Heç sən hələ evimin qonaqlar səhifəsini bəyənməyibsən. Yəni bu arada deyim, xəbərində olsun. Vaxtım olsa gələn il. Hə, vaxtın olsa, hə, əgər evinizdə işıq yansa, notebook'a zaryatkaya qoyub, yəni girərsən Facebook'a. Hə, evimin qonaqları. Evimin qonaqları, yəni səhifəsini tapın, bəyənin. Mən səmimiyyətimə inanın ki, orada yazılan sözləri, fikirləri, bax, efir vasitəsilə, Lider Televiziyasının vasitəsilə sizlərə çatdıracağım. Yəni, digər tamaşaçılarımız da eşidəcəklər, görəcəklər. Sizin arzularınız, fikirləriniz mənim üçün, Mir Kamil üçün, bizim sastavımız, ekibimiz üçün çox önəmlidir və çox önəmli bir anda Səidə Sultandan gözəl bir nəğmə. Buyursun. Evimin qonaqları, evimin qonaqları. Gel, gel.
мальчик от меня подальше. Özünü benden ne göre çekirsen, bilirəm, bilirəm, amma gəlirsən. Sen benim gözümde tutmayan setsen. Так что мальчик от меня подальше. İstedim de ya, yine gel gel. Susma yine gel gel. Sevgili ya, yine gel gel. Susma yine gel gel. Sevgili ya, yine gel gel. Susma yine gel gel. Sevgili ya, yine gel gel. Susma yine gel gel. Maşallah. Mahnı neçə gün idi? Mahnı qurtarmaq bilmir deyə. Bu da yenidir. Klub variantda olan bir mahnıdır. Yəni o klub variantda da olan mahnılar mənə elə gəlir ki, gec qurtarır. Yox, indi mən bir söz deyim. Həqiqi mənada bunu da ilk dəfədə eşidirəm. Çünki burada Özüm yazmışam. sağ ol Elçin deyirəm. Görsən. Aslan. Aslan danış da, sərdən elə biz danış. Aslan danışsın. Aslan. Qadağan alım. O istidən öldüm. İstidən öl, çay iç sərindən biraz. Yox, nədən sizdən ölsən? Cəmaət soyuqdan qırılır deyə bizi sizdən öldü. Dekabr ayında səni. 5-10 gündən sonra dünyanın axırı gəlir O da deyirlər. geyib əyninə, istidən öl. Mən inanmıram. İnananlar amma var. O inansın da Allahdan başqa kim bilə bilər onu? Təbii ki, yəni söhbət o deyil. Hə, 21 məsələsini gələn həftə əziz tamaşaçılarımız çox önəmli bir açıqlamalar olacaq verilişimizdə. Yəni ayın 20-si gününə düşür. Aslan həqiqətən yaxşı tortdu alır. Birincisi sənə verim. Yox, qonaqlarımıza. Yox, sənə qonaqsan, güya nəsən ki sən? Bir də özünü ev yiyəsi hiss eləyərsən, yəni. Mənə balaca verir. Sən özün kimi balaca sənə bir dilim kəsib verəcəm. Yenə musiqiçilərimiz baxacaq. Neyniyimdən olan şeydir, yəni bu da olur, yəni canım mənim arada bir. Bax özün kimi qızı bəyəkləri oynayanda tutdum belindən. Yəni yaxşı mənada ya. Elə bir qız Zubakiskadır. Ələ gəlmir, əlin içindən sürüşüb balıq kimi çıxır. Al. Çox sağ ol. Sudak marağı oradadır, bəli. Sudak balıqları olur. Hə, Mirkamil, ölməmişəm ki, səni onu da... İndi siz fikir verin, yəni keçən verilişə baxmayan tamaşaçılarımız üçün hazırlığına baxın. Buna bax. Təzə temadır, bunu bu fikirləşib. Hə, al bu da sənin çayın. Buyur. Çox sağ ol. Susma. Yox, bu dəqiqə hal-hazırda, yox, bir şey var da, bu dəqiqə hal-hazırda bunun yəni yemək vaxtıdır. Və musiqiçilərimizi bir daha tanış eləmək istəyirəm tamaşaçılarımıza. Yox, istəmirəm. Yox, onu istəyirəm. Ürəyimdə başqa şey fikirləşdim ona görə. Akif müəllim buradadır. Akif müəllim, ver mikrofonu, sən çayını iç. Açıq deyil mikrofon. Akif müəllim, birdən, yəni yeni il qabağıdır. Sərxan durdu, gəldi sizə qonaq. Yəni bu sualı verirəm mən hər qonaqlarımıza. Ümumiyyətlə evə gələn qonağa necə yola salmağı fikirləşərdiniz? Yəni evdə, ailədə, yəni necə yola salmağı fikirləşərdiniz? Təbii ki, evdə tapılsaz. Mən qapını açmazdım. Yox, o sən... Bu sizdə nəsillikcədir, yəni bu var. Mən Akif dedim, Aslan demədim ki. Sakit. Hə. Onlara gözümün üstə yeri var. Buyurun. Yeməyə nə istəyərdi məsəl üçün, qonaq evə gələndə məsələn bu yemək olsun, ona bu yemək. Öyle ne istese o yemeği biz imkan var yani çelebilir. İmkan daxilində. Ya imkan da var. Yox, ümumiyyətlə yəni deyirəm, imkan daxilindən gedir söhbət. İmkan daxilində nə varsa qonağın qabağına qoyacaq da yani. Önəmlisi sevgi vermək, istək vermək, o səmimiyyəti vermək. Qaqa nə istəyər məsəl üçün, qaqa? Qaqadan soruşun. Ha, soruşumda mən qaqaya temada da attım ortaya. Biz Qarabağlıyıq da bizim kuxnyamız biraz möhtəşəmdir. Bir də qarışıqdır. Biraza baxır. Bizdə ən belə populyar yemək biraz xəngəldir.
Özü qurutla. Yox, qurut oradadır. Mikrofon var. Buranın öz xəngəli var da, düz deyir, qurutla. Sonra yarpaq dolması da ki, işte şah əsərimizdir. Yarpaq dolması mən demək, nə vaxt getsəm, Fatma xanım telefon açan, oy, bax, xaladelnikdə soyuducuya o dondurmaya qoymuşam, pişmişəm hazırdır. Reski birdən gəlsən, oradan çıxardıram, atıram qazın üstə, pişir yiyirsə. Yox, elə yox. Elə sveji. Yox, Svejida indi bu işdə gücdə seriallara çəkildiyi üçün, yəni ən maksimum imkanı odur da, yenə o Svejida dondurmaya qoyur da, yazıq neynəsin? Ha, elə bir şeydir. Mikrofonu zəhmət olmasa, qarmanist olan adı yadımdan çıxır. Zamik? Ramin, elə bizim Zamik. Deyəcəm, Zamik oxuyur axı. Hə, Ramin, birdən sizə qonaq gəlsək, nədir vəziyyət? Məsələn, bir şey deyim ki, mənim özümdən götürüm. Hər zaman dostlar deyəndə ki, filan vaxtı gedək Şirvana, həmişə mənə sifariş verirlər ki, bizim üçün bir balıq qızartması. Həmişə. Balıq? Hə, bəli, bəli. Balığı deyir, yəni balıq bizim üçün hazırlatdır. Yəni çox əksər dostlar nədənsə bunu sifariş verir. Mən də deyirəm gözümüz. Nə gözəl. Keçək, saz mənə sonra. Keçək bizim qardaşım, adı nə idi, yadımdan çıxdı? Vüqar. Eldir, mənim qulağıma nə olub? Hə, Eldir, sizə gəlsək, yəni ki, nə ümumiyyətlə hazırlayarlar evdə, istədiyiniz? Aş verirlər bizə. Hansı bölgədən? İşdənəm özüm. Lerik. Bəli. Lerik. Aş, ləvəngi. Bajal usta. Gözəl. Lerikdə Elə gedirik Lerikə. Buranın xüsusi mətbəxdir, vardı, gözəl. Nə pişirirlər səydə? kartoşkanı. Düyü kartofla. Ha, o da olur, ha, olur. Düyünün içində balaca çıqqılı-çıqqılı. Bəlkə kartofun içində düyü. Yo, yanında olur. Yəni də düyünü süzürsən, içində kartofla da ondan sonra Hə, onu qazmaq əvəzi qoyurlar. Bu süfrə verilişinə. Yox, yox. Ayrı. Düyünü süzürlər, müəllim bilir də. Düyünü süzürlər, kartoşkanı da balaca kvadrat edirlər. Nə gözəl. Keçək mikrofonu ötürək digər musiqiçi yoldaşlarımıza. Mən qonağa sürpriz də gəldim. Sürpriz də ki, fikirdə, ürəkdə bədayətən o vaxt necə gələcəksə onu eləyərəm. Qonaq üçün. Qonaq üçün. Nə gözəl. Keçək bu birisi qardaşımıza. Mən çalışardım ki, qonağı Şübhələ Qutaba qonaq eləyim. Evdə tapşırım. Bizdə həmişə qonaq gələndə çox vaxt. Şübhələ Qutab da. Şübhələ Qutab. Bakı bölgəsinin ən sevimli mətbəxi. Mikrofonu zəhmət olmasa sazmen. Hə. Qonaq nə vaxt gələndə, vaxtsız gələn kisəsindən yer. Hə, vaxtsız gələn heç gəlməsə daha yaxşıdır. Çox sağ olun, təşəkkür edirəm. Sazmen qardaşım. Birincisi, şəkil halvasına yaxşı çay verərdim sizə. Halvan, Şəkil halvası. sən şaxdakı olan təmizliyə bax, şəki halvasından çay verir ki, mədə tutduqca da yemək yoxdur. Sən uşaqdakı olan qırğın şeyə bax, təmizliyə bax, ürəyinin təmizliyinə bax. Sonra da saz qovurması verərsən də deyir. Arxasında da şəkil saz qovurması. Şəkil. Ondan sonra da ki, dərman zad içirsən, 2 günə şəklə qalırsan ki, uzaq yol çıxa bilmirsən axı. Ha, onu çoxdan bilirəm şəkidəndir. Şəkidə gözəl pitir. Bax belə, indi siz pitinizi yeməkdə olun, siz şəki halvasından çayınızı dəmləməkdə olun, Aslan sözünün gözəl nəğməsini bizlərə ərmağan eləməkdə olsun. Sənin ürəyim canım sanardım. O günlər olsaydı dönərdim yenə. Sənin üçün hər şey bağışlayardım. Mən qovuşmaq üçün yenidən sənə. Sənin üçün hər şey bağışlayardım. Mən qovuşmaq üçün yenidən sənə.
Senin yüreğim canım sanardım. O günler olsaydı dönerdim yine. Senin için her şeyi bağışlayardım. Ben kavuşmak için yeniden sene. Senin için her şeyi bağışlayardım. Ben kavuşmak için yeniden sene. İnanan təbii ki, qaradaşa dönsün ki, sən kimdən ötürü darıxasam. Yəni, mən bunu deyim, siz də bilmiş olun. Deməli, bir gün Aslanla hansısa çay evindəyik. Aslan da qara aşki taxıb gəlib, belə gözlükdədir. Birdən Aslan nəsə gözünə düşdü. Aslan götürdü salfeti, elə belə gözünü belə... Mən elə bilirəm ki, bunun gözündə gözlük var. Salvet götürdülər, bunun içindən belə keçirdi. Səndə olur ki, belə? Yox, həmin eynəkdən də, yəni şüşə yoxdur burada. Hə, uşaqlar. İzləyin məni, izləyin. İzləyin. Mən də görüb sonra öz taxılır. Yəni, mən o... Bir də indicə danışırdı ki, səmiyyətdən danışırdı. Səmimi. Deyir ki, sual verir uşaqlara, deyir ki, mən sizə gəlsəydim, nə bişirərdim? Əsas deyir, yemək deyir, əsas deyir, o sizdən gələn sevgidir. Hamısı yalan söhbətdir. Gəlsin evə, yemək verirəm. Gör nələr deyir sənə, gör nələr eləyir orada. Belə şey olar, evdə yemək yoxdur, yemək verin mənə. Yaxşı. İndi sən özün məni məcbur eləyir, asım danışım da. Səmimi danışım. Əziz və hörmətli Lider Televiziyasının tamaşaçıları. Bu anda bir daha efrimizə gez qoşulan tamaşaçılarımızı salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Deməli, günlərin bir günü getməz olaydım, Aslangilə qonaq getdim. Acından da ölürəm. Biri var ki adam kimi, biri də var ki adını çəkmədiyim kimi. Aslan yeməyə nə var? Gördüm şey gəldi, nə bilim at südü gəldi evdə. Sonra ilan balığı pişirilmişdi. Sonra dəvə əti idi, yoxsa at əti idi. Öyrəmsən çoban salatı ilə plov yeməyi, nə eləyim? Deməli, normal bir şey yoxdur ki, götürüm onu bir... Belə hamısı əndirabadi bir şeylər. Əndirabadi delikates deyirlər. Axırda anasını çağırdım, adı neydi mamanın, yadımdan çıxdı. Dedim, ay Fatma xanım, bu nədir? Burada heç nə yoxdur yeməyə, mən öldüm acından. Elə çoban salat nəsə bir salat hazırladılar, gətirdi. Dedim, elə mənə kartof qızartması adı verin, mən bunu yiyeyim. Anası da deyir, ay bəla, bəs mən də deyirəm ki, Aslanın dostu gəlir də, deyir, ən bahalı şeyləri hazırladım. Və bir daha Lider Televiziyasına gez qoşulan, bu saatlarda, bu vaxtlarda gez qoşulan ola bilsin, tamaşaçılarımız da olsun. Hər birinizə salamlayıram, hər birinizə bir daha xoş gördük deyirəm. Təbii ki, mən bir daha Facebook istifadəçilərinə demək istəyirəm ki, evimin qonaqları səhifəsinə girin, ora daxil olun və ürəyiniz istəyən hansı sənətçilərimizi əgər istəyirsiniz ki, mən qonaq çağırım. Təbii ki, mənim qapım, yəni hər kəsin, bütün sənət yoldaşlarımın, dostlarımın üzünə açıqdır. Dost olmadığım elə bir sənət adamı yoxdur və hər kəs ola bilsin yüzlərlə sənət adamları var. Ola bilsin mənim yadımdan çıxa bilər. Amma özünüz deyin, Sərxan, niyə qonaq çağırmısan? Mir Kamil, niyə bizi qonaq çağırmısan deyə bilər də Mir Kamil? Kim deyə bilər? Heç nə Mir Kamil. Qonaq gəlmək istəyən varsa, hər zaman... Heç nə Mir Kamil. Mən bunu qaza gətirirəm ki, bu danışsın deyir, kim deyə bilər? Mən də sən arqamda, sən qaza gətirirsən. Sən dizellə işləyirsən də. Və bir daha çox deməli yazanlar da var ki, hərbi xidmətdə olan bizim gənclərimiz də var ki, ola bizim boş vaxtlarında ya evə gəldiyi zamanlarda və bütün hərbi xidmətdə olan gənc evlatlarımıza
arzu edirəm ki, inşallah vətənə borclarını verdikdən sonra öz ailələrinə, öz evlərinə döndükdən sonra bax onlar da bizim bu gözəl verilişin daimi izləyicisi olsunlar. Hər birinə uğurlar arzu edirəm. Çünki Azərbaycan Respublikasının keşiyində durmaq, yəni bu özü çox böyük bir şərəfdir. Günay, sən deməli gecikmisən də verilişə. Bu nədir? Öpüşməmişdən qabaq, görüşməmişdən qabaq hədiyyə. Çox sağ ol. Təşəkkür eləyirəm. Salamlayıram. Mən heç... Keç mikrofonu götür, otur. Günay, hədiyyə belə gərək yox idi. Yəni, mən hədiyyə üçün... Ay Allah, sonra rəhbərlik deyəcək, bu nədir? Orada hədiyyə yığır orada. Çox sağ ol, təşəkkür eləyirəm. Niyə gecikmirsən? Salamlayıram mən hər birinizi. Gecikdim, bəzi problemlər oldu, amma üzrlü hesab edin. Estağfurullah. Əsas odur ki, gəldim, çatdım. Çox gözəl, xoş səfalar gətirmişsən. Onda səninlə də söhbətimiz davam edəcək. Amma səndən öncə mən Elçin qardaşımdan canlı bir ifa Mir Kamillə bərabər. Bir yerdə oxuyacaq, sonra tək oxuyacaq. Mir Kamillə bir yerdə, bəli. Mir Kamillə bərabər. Buyurun. Cavanlıq ömürlük qalıydı məndə. Cavanlıq ömürlük qalıydı məndə. Nə dövlətim, nə də varım olaydı. Düşməzdim dalınca hər vəfasızın, əhdindən dönməyən yarım olaydı. Bu dağlara duman düşə, çən düşə, ay aman. Bu dağlara duman düşə, çən düşə, sevinç, kədər, hər insana tən düşə. Mən qoymazdım, ay Sərxan, qara saça dən düşə, əlimdə ixtiyarım olsaydı mənim. Ömrüm bərəsində gizləndim bustum. Ömrün bərəsində gizləndim bustum. Namərd insanları vurmaqdı qəsdim, vurmaqdı qəsdim. Xoş günümdə mənə can deyən dostum, yaman günümdə havadarım olaydı, yaman günümdə havadarım olaydı. Kineyli beyler məna ver sözə, yazdığın qoşmanı düzlüklə bəzə. Ey ömrümüz qaləydi güldəki tazə, xəzan bilməz növ baharım olaydı. Əzim nərdivanə, ayaq qoy nərdivanə, dəvəsi ölmüş ərəbüş, gözər yer divanə. Ah, narahat
canım. Hay gel yurduma çık Reşet Xalan səni gör necə cəlbeyləyir ulduzları. Gel yurduma çık Reşet Xalan səni gör necə cəlbeyləyir ulduzları. Ulduzdan gözəldir Şirvan qızları. Ulduzdan gözəldir Şirvan qızları. Nəğmə desən kəşişləri Şirvanın, nə gözəldir gözəlləri Şirvanın. Nəğmə desən kəşişləri Şirvanın, nə gözəldir gözəlləri Şirvanın. Boy 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 da doyalım ben senden ölürüm aman bir. Təşəkkürlər. Günay. Gecikdim verilişəm. Təbii ki, üzürlü səbəblərdəndir. Olsun, neyniyək? Ümumiyyətlə, Azərbaycan şou biznesinə bax, deyəcəm ki, sonra kimlərsə inciyəcək. Ümumiyyətlə, Azərbaycan şou biznesində bilmirəm, yazılmış mı qanundur, yoxsa yazılmamış mı qanundur? Sadəcə olaraq ən birinci qonaq Aslan oldu. Bəlkə biz Azərbaycandan qıraqda, yəni digər bir şou biznesləri gördüyümüzdə mi bu irəli gəlir, yoxsa nə mi? Bizdə nədənsə saat 1 deyilsən 2-də gəlirlər, 2 deyilsən 4-də gəlirlər, 4 deyilsən ümumiyyətlə gəlmirlər. Çünki toya yaxın olur axı el məclislərinə. Səhər saat 7-də çağırmaq lazımdır ki, olsun, bunu boş veririk, getdi. Keçkən deyiləm mən. Gəldim, keyfim elə də yox idi. Gəldim, doğrudan ürəyim açıldı. Musiqiçilərimizə təşəkkürümü bildirirəm. Səndən rəqs elədim. Ab-hava çox gözəldir. Hər birinizə təşəkkür edirəm. İndi söylə görüm necəsən, necədir vəziyyət, nə yeniliklər var? Hal-hazırda əladır, çox yaxşıdır. Yeniliklər də ki, inşallah tezliklə görəcəksiniz. Yəqin ki, efir vasitəsilə də tamaşaçılarımız izləyir. Yəqin ki, baxmısan da bizim evimizin qonaqları. Burada mağazin xarakterli suallar yoxdur. Ümumiyyətlə, qonağa yəni tam səmimi qarşıladığım üçün tam səmimi olaraq deyirəm ki, imkan yaradıram. Nə ürəyindən keçirsə, heç kimə söz atmadan, heç kimin bostanına daş tullamadan. Çünki daşın da qiymətə qalxıb. Əziz tamaşaçılar, bunun daşın da qiymətini bilmək lazımdır. Mən bilirəm. Hə, sən bilirsən, sən tikə-tikə gedirsən. Bostanı düşüb lapatka atırlar. Hə, lapatka atırlar ki, daş qaldırsınlar oradan. Hə, evinə birdən Sərxan və yaxud da Kimir Kamil durduq, qonaq gəldik. Necə qarşılamağı sevərsən, nə yeməyi bizim üçün hazırlayarsan, ümumiyyətlə, belə bir söhbətdir, başqa bir şey də yox. Əgər qonaq gəlsə, çalışaram ki, hazır yeməklər olmasın. Özüm saatlarla, yəni mətbəxə keçim, nəsə hazırlayım. Sevirsən yəni? Əlbəttə ki, sevirəm. Yəni yemək hazırlamağı, mən bildim bunu, onu anladıq. Yəni ki, qaynanələr bilin, yəni gələcək gəlin, yəni yemək, bişirməyi sevir. Nəyi? Nəyi sevirəm? Azərbaycan mətbəxinin bütün yeməklərini. Azərbaycan. Hansı bölgədənsən sən? Qarabağlıyam. Qadoyalım sənin də. Yaxşı eləyirsən. Nə ürəyiniz? Qarabağında bilirsə, plovu məşhurdur. Sonra şah plov. Şah plov. Yəni Qarabağın özünə məxsus yəni əl qabiliyyəti olur Qarabağlıların. Dadı başqa cür olur. Dadı başqa cür olur. Ümumiyyətlə mən inanıram ki, bu ay, yəni bayramlar ayı elan olunur. Çünki dekabr ayı nədənsə son bir 15 günlüyündən artıq başlayaraq insanlarda və nəinki Azərbaycanda, dünyanın hər bir yerində bu bayram əhval-ruhiyyəsi başlayır. Ancaq bizdə isə bu bayram 2 qatdır. Niyə görə 2 qatdır? Bunu hər kəs bilir təbii ki. Təkrarçılığa yol vermək istəmirəm. 2 qatdır bayramdır. Çünki biz həm təqvim dəyişirik, yeni ili qarşılayırıq və eyni zamanda isə Ulu Öndərimizin imzaladığı həmrəylik günümüzü qeyd edilir. Və mənim üçün həmrəylik günü daha öndə gedir, nəinki yeni il. Çünki hər zaman, təbii ki, sizin üçün də və təbii ki, hər zaman həmrəy olmağa bütün dostlarımı, sənət yoldaşlarımı çağırırım və elə bu yerdə də Günay, gecikmisən, söz səndədir. Gözəl musiqi, nəyə ərmağan eləyəcəksən? Mahnımız gəlsin. Ən son ifa elədiyim bir mahnı ifa eləyəcəm. Deyə onun adı nədir? Nədir?
Nədir? Nədir? Bu nə daxı? Nasıl oldu? Yox, hələ heç nə olmayıb. Çox sağ ol, alqışlar gəlsin də. Günaya yox mənə. Gəldiyiniz üçün Səidə xanım, bax ağ çiçəyimdən də bu gözəl gül dəstəsi göndəriblər. Bunu sizə ərmağan edirəm. Elçin qardaşım da oradan o gözəl gülüm Günay xanıma ərmağan etsin. Günay xanım üçün görürsünüz də Günay xanım. Yəni siz gəlməmişdən öncə artıq yəni çiçəkləriniz gəlir. Kim alır mənə? Bunu ağ çiçəyim. Amma Elçinin təqdimatında. Hə, yəni bunun təqdimatdan gedir söhbət. Yəni gör kim təqdim elədi. Yəni Elçin təqdim eləyir. Və bir daha əziz və hörmətli Lider televiziyasının tamaşaçıları, gələn həftə sizlərlə görüşmək ümidi ilə deyirəm və bir daha Facebookda Evimin Qonaqları səhifəsinə girin, istədiyiniz müğənniləri yazın, arzularınızı yazın. Çünki mən bunu gələn həftə mütləq və mütləq sizlər üçün deyil, bütün tamaşaçılarımız üçün, bütün dünyada yaşayan Azərbaycanlılarımız üçün ərmağan edəcəm. Görüşmək ümidi ilə sonda isə Aslandan gözəl bir nəğmə. Üzü dönmüş bir afayar belə bax, aylar ilər həsrətini çəkərəm. Üzü dönmüş bir afayar belə bax, qız belə bax, belə bax, belə bax. Üzü dönmüş bir afayar belə bax, qız belə bax, belə bax, belə bax. Üzü dönmüş bir afayar belə bax, qız belə bax, belə bax, belə bax. Üzü dönmüş bir afayar belə bax, qız belə bax, belə bax, belə bax. Üzü dönmüş bir afayar belə bax.
Hoş gelmişsiniz siz bize, evimin konakları. Açıktır süfrem size,